Təsəvvürünüzə gətirirsiniz, indi Paşinyana əfəndi deyirlər. Kim deyir əfəndi? Kimdir belə yanan axı? Solovyov. Bugün yenə mənim videom var Solovyovdan və Solovyov öz sözünü mü deyir? Xeyr. Solovyov Putinin sözünü deyir. Məsələn, dünən Putinin sözünü Medvedev yaman yazmışdı, öz sosial şəbəkəsində yazmışdı ki, biz də yazmamışdıq, İrana deyirdi ki, nüvə silahı verilən tapılar. Nüvə tək qalmaz. Medvedev deyirdi. Trump səhərsi gün öz sosial şəbəkəsində verirdi. Desən, mənim qulağım səhv eşitdi. Medvedev, sən demisən ki, ya, belə bir şey yazmışsan, bəlkə mənə səhv çatdırıblar. Elə səs demisən ki, denən demişəm, bilməm bilim. Özü yazdı. Trump yazdı orada. Medvedev o saat çıxdı dedi ki, yox, mən elə deməmişdim, mən qorxdu o sadə də. Medved familiya ayıdır da, ayı. Ayı elədir də. Ayı xislətidir də. Sırqda dombalaq aşır da. Ətək geyir də. Çingenələrin yanında belə yaxşı-yaxşı, orada da dombalaq aşır. Qorxdu. Demişdi də dünən belə. Amma o Putinin sözünü deyir. O Medvedevin sözü deyildi ki, geri çəkən də onun Putin'dir ki, yaxşı-yaxşı demə, dönən demirsən, deyən ki, səhv eləmişəm. Bu Trump'dur canım, mənim onunla pısad işim var mənim. Trump'la bizim mənə üzbəyiz qoyma, deyir, burada İran'da nüvə yataqlarınızın orada, tunellərini burada dağıtdı. Verdi dala. Solovyov kimin sözünü deyir? Putinin sözünü deyir. O pul qazanır. O Yahudi. Təkrar edirəm, Yahudi tarixinin ən qara ləkəsidir o. Ad ona haramdır, haram. O daşıyır onu üzərində. Və o Putinin sözünü deyir. Bakın görün Путин ne deyir, ya da o Соловьев ne deyir. Bakın. Вот вы говорили о Большом Туране. Сейчас в него же, как я понимаю, активно вливает остатки Армении Эфенди Пашинян, который поехал к султану целовать перстень. Хотя, наверное, в данном случае целовать землю его ног. А при этом удивительно, как грязный род. Там есть такой Арарат, не должен даже его фамилию произносить. Имя позорит великий Гарри. Он, значит, прямую пишет, типа, вот, мы арестовали. Да. Притом он пишет впрямую, что не было никакого основания законного для ареста Самвела Саркисовича. Просто потому, что вот и церковь говорит, молодежь не поддерживает. Какая молодежь? Та молодежь, которая аплодирует Эфенди, заявившему, что, отказавшись от Арцаха, они приобрели независимость. Ну, отличная идея. От Суника можно отказаться, от Ташира можно отказаться, от Еревана можно отказаться. И сохранить независимость, да? Нет, государственность. Где? В маленьком купленном домике на юге Франции? И сказать, что это вот теперь там бьется сердце Армении? На наших глазах просто. Я еще вдуматься, да, когда руководитель государства говорит, что потерять землю, на которой тысячелетиями жили армяне. Я сейчас не обсуждаю, какое государство, что государство. Я констатирую факт. Армян больше на этой земле нет. Они там были со времен до Еревана. До того момента, как были. Нет. Ганзасар. Армян больше нет. Священное место. Это ты, Соловьев, говоришь Пашиняну, что купит маленький дом во Франции. Это ты купил дома в Италии на берегу озера Кома и потерял их, потому что у тебя их отняли. А сейчас ты горишь, да? И называешь Пашиняна Эфенди, да? Это просто, как тебе сказать, это твой хозяин горит, и он тебя учит. Иди скажи там Эфенди Пашиняну, да? Почему ты так горишь? В чем дело? Армянская государственность на месте. Да, действительно, молодежь там уже не хочет быть с Россией. Вот не хочет, потому что вы их довели уже. Надоели, понимаете, вы их уничтожили, вы их всю историю. Вот все армянство вы уничтожили. Они все поняли. Onlar her şeyi başa düştüler. Ve görürsünüz necə yanır. Efendi deyir, deyir gedir Türkiye'de sultanın deyir, yani Erdoğan'ın deyir, üzüyünü persin deyir, yani onun üzüyünü öpür deyir, diz çökür deyir. Sen niye yanır sana belə? Və sən önündə diz çökəndə bizim önümüzə diz çökmür. Biz ona millət sadiq adı vermişdik. Və indi özünü yaxşı aparsa, biz ona bu adam kimi müraciətlə görsün Turandan danışır. Bu da Turandan danışır. O burada hemen o xülya deyənlər var ha, gözün aydın olsun. Solovyov da Turandan danışır. O yanır, sinesini cırır.
Və Paşinyanı söyürlər və orada da Ararat Mirzayan, orada bilməm, desəm Mirzayan soyadı, Ararat yalan desəm, Milli Məclisin sədridir orada. Və o deyir, nasıl soruşurlar ki, bəs bu nədir, həbs edirsiniz? O da deyib ki, gənclik olar istəmir də. Salavyev deyir, hansı gənclik? Erməni gəncliyi. Erməni gəncliyi daha bizdən savaşa gəlmək istəmir. Paşinyan, mən biraz qısa verdim onun videosunu, Turan barəsində danışığını verdim. Orada bir məqam var, bir metafora deyir. Deyir, biz ermənilər biz nəyə bənziyirik? Dayanmışıq yolun ortasında, maşın gəlir bizi basır. Biz yaralanırıq, yıxılırıq, təzədən dururuq ayağa, gəldir yanlıq yol ortasında. Bu sefer maşın gəlib bu yandan bizi basır deyir. Biz erməni xalqı belə ağıllanmırıq ki, bu yol hərəkət qaydasını öyrən, çəkil qırağa da. Yəni Turan yolunu kəsmisən, bizi deyir Azərbaycan da gəlir keçir, Türkiyə də gəlir keçir, vurur. Paşinyan o metaforanı onun üçün deyir, gözəl metaforadır. Yəni bu yol açılsın da biz də yaşayaq, onlar da yaşasın da, biz də qazanaq da onların Turan proyektindən də. Paşinyan bunu başa düşüb. Və bu qarın ağrısı o Putinin sözlərini deyir. Salavyev Putin əsəbləşir, üzə deyə bilmir, içəri üzə çünki gücü çatmır Erdoğanla deyirəm, o qorxur, Erdoğandan bərk qorxur. Bunu mən indi deməmişəm. İllərdir deyirəm ki, onun qorxduğu bir adam var, o da Erdoğandır. Qorxur, təyyarəsi vırılandan bu tərəfə qorxur, Suriya əlindən çıxandan, Qarabağ əlindən çıxandan, qorxur ki, o heç vaxt ona bir söz deyə bilmir, heç vaxt. Deyə də bilməyəcək, amma Salavyevu hürdürür. Acıqla, bu bəyən Paşinyan üçün pis söz deyirsən əfəndi. Əfəndi bizim dilimizdə kişilərə deyirlər, əfəndi adam, yaxşıya deyirlər. Dəli olmuşsan sən. Aşağılamaq istəyirsən onu. Familiyası Paşadır onun. Ona adı biz vermişik ki, sən yox. İllər öncəsi vermişik ki, Paşa adı vermişik ona, Paşa. Paşa əfəndidən də yüksəkdir. Əfəndi hamıya deyə bilərsən, Paşa hər adama deyənməzsən. Sən ad verirsən, sən haranın tullasısan hələ? Salaviyə bax da. Pamyotsa neysən, Salavini Pamyot. İtaliyada başıma elədilər, yadındadır, qəşəng fikirləşmişdi kimsə onu körpünün üstündə. Öz lotkomla gedin, gedə bilərsən İtaliyaya. Buna deyirsən ki, Fransada gedib ev alacaqsan. Fransada evi neyir, oturub da Ermənistan'da, o Ermənistanın gələcəyini düşünür. Adı biz veririk. Sənə də ad verərik. Böyüvə də ad verərik. Narahat vermişik də. Narahat olma. Bir hərfi dəyişmişik, tığını k eləmişik, k. Öz baş hərfimi ora qoymuşum və səlam. Sənin böyüyün adı odur.